Avtomobilimiz Changan Q07 ən çox bir də görürsən izləyicilərlə maraqlandırır. Bax belə çirklidir maşın. Ki bax bu hissələr çirk olur yoxsa gördüyünüz kimi yox, tərtəmizdir. Amma hə, bax bu hissələr fikir verin, bax bu hissələr saxlayır, bax çirki özündə saxlayır. Fikir verirsən. Amma maşını açdım, bu hissələr tərtəmizdir. Yəni qabağını da göstəreyim. Bax qabağında da bax eynən. Rezinlər çirkdir. O rezinlər burada biraz dəmirə qalxıb, hə, bir balaca. Amma bu hissələrdə misal üçün bax ayaq altı falan hissələr tərtəmizdir. Bir dənə prosta nə çatmır? Gəlin bir dənə göstəreyim. Maşına belə baxsan ki, şüşələr falan tərtəmizdir. Bax o qabağı da təmizdir. Fikir verdin. Arxası mən niyə görə o belə çirk olsun? Çox çirk olur da. Buna bax bir dənə. Arxası niyə belə çirk olsun? Şamaxıya gedib gəlib. Bütün elə bil ki toz torpağı vurur. Saatda 90 ilə gəlib gəlib vurur arxasına.